Bugünkü iş yerləri var. 600 manata, 800 manata nə qədər istəyirsən iş yeri var. Ya sən get başla. Sən kimsən? Sən nə bacarırsan? Başla nədənsə. Mən sonra ardı gələcək də. Space-ə gəlməmişdən qabaq reklam agenti işləmişəm. Küçə-küçə pulsuz gəzib reklam almağı təklif etmişəm. Bəli, bu mənə bir xüsusi əlavə bacarıq verib ki, tanımadığım qapını döymüşəm. Kimlərləsə ünsiyyət qurmuşam. İnsan psixologiyasına baxmışam ki, əgər müdirin otağında futbol topu varsa və ya hansısa futbol komandasının köynəyi varsa, deməli bu futbol həvəskarıdır. Çıxarkən bir onunla o mövzuda da danışırsan. Yəni bu bir məktəb idi, pulsuz məktəb idi. Mən piraşki yirdim 28-in o düşərəcəklərində. Mən nə bilim, dönərin yanından keçəndə deyirdim, mən maaş alanda gəlib, ya o faiz alanda gəlib burada dönər yeyərəm, yəqin burada dadlıdır. Amma bu məni yoğuraraq artıq reallığa yaxın etdi. Yəni hər şey düşüncədə bitir. Düşüncədən başlayır. Hər şey düşüncədən başlayır. Mənim hədəfim var idi ki, mən düşdüyüm maddi durum məni qane etmir, amma mən pula görə işə getmirəm. Mən çünki pula görə işə getsəydim, gedib benzin doldurma məntəqəsində mənə deyərlər ki, birlə vur, birinci skorusdan, mən də birinci skorusdan vurardım və pulumu qazanardım və bəlkə də indi də hansısa benzin doldurma məntəqəsində smen rəisi idim. Amma mənim seçdiyim yolda mən başa düşdüm ki, inkişaf ola bilər. Rothschild'in çox maraqlı sözü var, deyir insanlarla tanış olun, ünsiyyət qurun, əlaqələr sizə tədricən pul gətirəcək.